Dərsimiz uşaqlar okean suyunun hərəkətidir, dalğalardır, cəryanlar dərsidir. Dalğalar nədir? Dalğalar ümumiyyətlə dənizlərdə, okeanlarda baş verən okean suyunun hərəkətidir. Dalğalar ümumiyyətlə hansı proseslərdən baş verir? Elə küləyin, bax burada küləyin təsiri ilə ayın, qismən günəşin, bir də zəlzələ və vulkanik proseslərin nəticəsində təsir edir. Zəlzələlər küləyin vasitəsilə baş verən, məsələn, dalğalar var. Bu, məsələn, ümumiyyətlə bu külək və yaxud digər proseslərdən baş verən dalğalardır. Ümumiyyətlə dalğanın fikir versə ən hündür hissəsi yaldır, ən aşağı hissəsi isə dabandır. Bu ən aşağı dabandır. İki dalğa arasında məsafə uzunluqdur. Dabanla yal arasında olan məsafə isə dalğanın hündürlüyüdür. Bunu yadımızda saxlayaq. Dalğalar ümumiyyətlə zəif ola bilər, güclü ola bilər və yaxud da ki, bu dalğaların göstərdiyi təsir ümumiyyətlə abrazion fəaliyyətidir, yəni abrazion relyef formalarıdır. Tsunami nədir? Tsunami də bu qeyd etdiyimiz dalğa elə küləklərin vasitəsilə yaranır. Bu isə tektonik proseslərin təsiri ilə yaranır. Fikir verin, burada qırılma, pozulma xətti baş verir. Nəticədə dalğa okean suyu hərəkətlənir. Yuxarı qalxan dalğa ümumiyyətlə hərəkətlə baş verir və hərəkətlənir. Burada yəni qırılma nəticəsində dalğa yuxarı qalxır və müəyyən istiqamətdə hərəkət edir. Nəticədə açıq okeanda bu dalğaların, tsunamilərin sürəti çox olur, hündürlüyü az olur. Sürət azaldıqca, yəni sahilə yaxınlaşdıqca sürət azalır, hündürlük isə çoxalır. Burada daha çox, məsələn, Sakit Okean odlu qövsündə, Yaponiya, Filippin, Kamçatka hava adalarında daha çox özünü göstərir. Qabarma çəkilmə nədir? Qabarma çəkilmə günəşin bu ayın təsiri ilə baş verir. Fikir verin, ay yer səthinə yaxın olanda, yerə yaxın olan zaman belə deyək də su, yer kürəsində olan sular ona tərəf meyl edir, yəni uzaqlaşır, ona tərəf gəlir. Sonra ay necə ki, yer səthindən uzaqlaşanda artıq o su geri qayıdaraq öz istiqamətində, yəni öz yerini alır və hətta belə deyək də ondan da irəli gedir. Çünki artıq böyük bir su kütləsi geri çəkilib və qaydanda artıq biraz da hətta yuxarılara doğru, yəni sahillərə doğru hərəkət edə bilir. Çaylarda, bu dərin körfəzlərdə, çayların mənsəblərində isə buna bor hadisəsi adlanır. Demək, ən böyük belə deyək, qabarma çəkilmə 18 metr Fandi körfəzində Şimali Amerikada baş verib. Cəryan nədir? Cəryan suda olan isti və soyuq axınlardır, belə deyək. Cəryanlar xüsusiyyətləri var. İsti cəryanı, soyuq cəryanı, bunları bilmək lazımdır. İsti cəryanın əsas xüsusiyyətləri nədən ibarətdir? Sahilə daxil olanda duzluq, temperatur, rütubət artır, yadınızda saxlayın. Keçdiyi sahələrdə meşə çöl landşaftı yaradır. İsti cəryanlar temperatur isti olduğu üçün qalxan hava, alçaq təzyiq və buludlu hava şəraiti formalaşdırır. Səpələnən radiasiya üstün olur, düz ümumi radiasiya az olur. Yəni, elə bil ki, ətraf suları bir axıntı suyun içində, dənizin, okean içərisində bir axıntıdır. O axıntının temperaturu ətraf sulara nəzərən istidir. Bu isti cəryandır. Əgər soyuq olarsa, bu soyuq cəryanı olur. O soyuq cəryanlar keçdiyi ərazi temperaturu, duzluğu, rütubəti azaldır. Keçdiyi sahələrdə səhra, yarım səhra landşaftı formalaşdırır. Soyuq cəryanlar temperaturu üçün belə deyək də hava yüksək və təzyiq formalaşdırır, yüksək təzyiqlər formalaşdırır. Soyuq cəryanlar üzərində əsasən düz və ümumi radiasiya üstünlüyü təşkil edir və səpələnən radiasiya isə az olur. İndi burada cəryanlarımız var. Məsələn, bu cəryanları bilmək lazımdır, yerləri. Məsələn, birincisi Alyaska cəryanıdır, fikir verin. İkincisi Şimali, belə deyək də, Sakit Okean cəryanıdır. Üçüncü Kaliforniya cəryanıdır. Dördüncü Passatlar əks cəryanıdır. Beşinci qərbdə soyuq cəryanıdır. Bu soyuq cəryan Peru cəryanıdır. Materiklərin qərbində səhra iqlim, quraq iqlim şəraiti formalaşdıran cəryanlar da deyirlər bunlara, soyuqlara. Sonra 6 Labrador cəryanıdır. 7 deməli Norveç cəryanıdır. 8 Şimali Atlantik cəryanıdır. 9 Holf Stream'dir. 10 Antildir. 11 burada
Kanar cəryanıdır, soyuq cəryanıdır. Qviana deməli 12-dir Qviana cəryanı. 13 Braziliya cəryanı isti cəryanıdır. 14 deməli olacaq Bengal cəryanı. 14-də soyuq cəryan fikir verin. Sonra 15 ən uzun cəryan şəbəkəsidir, yəni ən uzun cəryandır. Bu belə deyək, qərb küləkləri cəryanı. Mozambik 16-cı Mozambik cəryanıdır. 17 Cənubi Passatdır. 18 Somalidə analoq olmayan cəryandır. 19 Musson cəryanıdır. 20 fikir verək Qərbi Avstraliya, yenə də bu qərb sahillərində belə deyək, quraq iqlim şəraiti formalaşdırır. Sonra 21 Şimali Passat cəryanıdır. 22 Kuroshio cəryanıdır. Yaponiyanın şərq hissəsini əhatə edən Kuroshio cəryanıdır. Sonra 23 Şərqi Avstraliya cəryanı. 24 deməli Kuril-Kamçatka cəryanıdır. Bu soyuq cəryanıdır. 25 isə Şərqi Qırlandiya cəryanıdır. Bu da burada yerləşən cəryandır. Bir də ki, bu cəryanların hansı okeanda yerləşdiyini qeyd edək. Məsələn, Sakit okeanda yerləşən isti cəryanlar var. Bunların hamısı, məsələn, Sakit okeanda Alyaskadır, Kuroshiyodur, Şimali Sakit okeandır. Bax, bunlara biz bu cədvəllərə biraz diqqət etməliyik. Bu cədvəllərə əsasən bunların yerlərini təyin etməliyik. Yəni, hansı okeanda yerləşir, bunları bilməliyik. Məsələn, Asiyadakı cəryanlara baxın, Musson, Cənubi Passat, Kuroshio, Oyashio cəryanları buradadır. Afrikada Kanar soyuq, Qvineya, Angola isti, Bengal soyuq. İstiqamətlərini də öyrənin. Somali soyuq, Mozambik iynə isti cəryanlardır. Daha çox belə deyək də, isti cəryanlar, soyuq cəryanlar daha çox yüksək enliklərdən alçaq enliklərə doğru, isti cəryanlar isə alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət edir istiqamət baxımından. Məsələn, soyuq cəryanlara fikir verin, Peru cəryanıdır, Falklanddir, Braziliya, Qviana isti cəryanıdır. Sonra Şimali Amerikanın cəryanları, Alyaska isti cəryan, Kaliforniya soyuq, Gulfstream isti, Labrador soyuq, Cənub Passat, Qərbi Avstraliya, qərb küləkləri, Şərqi Avstraliya isti cəryanı bax burada yerləşir. Atlantik okeanın cəryanlarına baxın. Görürsünüz burada, məsələn, Şimali Atlantika, Norveç, Qırlandiya, Labrador, Gulfstream, Qviana, Braziliya, Cənub Passat, Şimali Passat, Bengal, ondan sonra qərb küləkləri, Kanar, bax bu cəryanlardır. Sakit okeanda axım ümumiyyətlə dövr yaradan cəryanlardan, məsələn, birincisi Şimali Passatdır, ikincisi Kuroshiyodur, görürsünüz, üçüncüsü Şimali Passat, Şimal Sakit okean, dördüncüsü isə Kaliforniya cəryanıdır bu hissə. Yəni bunlardır. Sakit okeanın cənub hissəsi və belə deyək də Atlantik okeanın şimal hissələrində olan cəryanlar 1 fikir verin, Şimal Passat, 2 Gulfstream, 3 Şimal Atlantik, 4 isə Kanardır. Fikir verin, dövr edən cəryanlardır bunlar. 1 Cənubi Passat, 2 Braziliya, 3 qərb küləkləri, 4 isə Bengal cəryanıdır. Bu cəryanlar dərsində də əsas bunlara fikir verin, bir də bunların yerlərini, adlarını, istiqamətini bilin. Bax, beləncə, yəni bu cədvələ əsasən öyrənin.